Ermənistanın Türkiyə və Azərbaycanla sərhədlərini açacağı vaxt bəlli oldu. Kanala abunə olub video bəyənməyi unutmayın. Cənubi Qafqaz ölkələri arasında iqtisadi əlaqələr də regionunda sabitliyə öz töhfəsini verir. Ermənistan 2030-cu ilə qədər Türkiyə və Azərbaycanla açacaq sərhədinin fəaliyyət göstərən nəqliyyat əlaqələrinin olmasını gözləyir. Referans Media Euronews kanalına istinadla xəbər verir ki, bunu AİN'in yeni təşəbbüsü olan nəqliyyat əlaqələri gündəliyi platformasında iştirak etmək üçün Brüsseldə olan Azərbaycan Xarici İşlər Nazirinin müavini Vahan Kostonyan bildirib. Bizim baxışımız ondan ibarətdir ki, 2030-cu ilə qədər biz iki qonşumuzla təəssüf ki, sərhədləri hələ də bağlı olan Türkiyə və Azərbaycanla açıq ünsiyyətdə və açıq sərhədlərə malik olacağıq, deyə Konstansiyon bildirib. Onun sözlərinə görə nəqliyyat əlaqələrinin açılması Cənubi Qafqazı Avropa ilə Mərkəzi Asiya arasında mühüm əlaqəyə çevirəcək. Kostanyan qeyd edib ki, ənənəvi ticarət yollarının qeyri-sabitliyi və qlobal logistika zəncirlərindəki fasilələr orta dəhlizin əhəmiyyətini artırır və regional dövlətlər üçün yeni imkanlar yaradır. O vurğulayıb ki, Ermənistan bu marşrutun öz hissəsindən yüklərin fasiləsiz tranzitini təmin etməyə hazırdır. Ermənistan XİN başçısının müavininin sözlərinə görə, nəqliyyat əlaqələri 2030-cu ilə qədər açıla bilər. Çünki İrəvan regional layihələr üzərində işləməyə davam edir və qonşu ölkələr arasında əməkdaşlığı həvəsin artırdığını göstərir. O xatırladıb ki, Azərbaycan əvvəllər Ermənistan yükləri üçün dəmir yolu xidmətinin açılmasına hazır olduğunu bildirib. Türkiyə öz dəmir yolları Ermənistan mallarının tranziti üçün əlçatan etməyi təklif edir. Xatırladaq ki, Avropa İttifaqı tərəfindən təşkil olunan platformanın tədbirləri çərçivəsində Ermənistanın Ərazi İdarə Etmə və İnfrastrukturunun naziri David Xudayatyan Brüsseldə Türkiyənin Nəqliyyat və İnfrastrukturun naziri Adakuldar Uraloğlu ilə görüşüb.